Mənə qadağa qoyanmazlar. Çünki niyə? Yazın görün. Çünki niyə? Var olun. Mən zaten yoxam orada. Olmayan adama necə qadağa qoyurlar? Yəni gülməli bir... Bunu yayan fake profildir. Onu məhkəməyə verəcək. Biz danışdıq 10 nəfər. Ofelia Şabanova, Pünhan Triyev, Aşıq Namiq, Ülviya Namazova, Arzu Mirzəyevə, mən. Sonra kimdir? Namiqi dedim də. Sonra qızlardan Kəmalə də bizə qoşulacaq. Kimdir adımdan çıxan ay Allah? Canan var, sonra qızın adı nədir? Səbinə Selcan. Hamısı bizimlə bir yerdə. O adam məhkəməyə verib onu, baxın görün, qanunla. Sən deyir ki, kimə lazımsan? Mən lazım olmasam, sən mənim səhifəmdə olmazsan. Canım, mən sənin səhifəmdə deyiləm ki, sən mənim səhifəmdəsən. Elə ay dostlar, sağ olun. Mənim adım alınansın da çox mənim vecmə. Mənim efirim budur zaten. Efirimin özü də saadım adı yoxdur. Afətlə üzünə. Çox doların efiri mənə lazımdır. O şeyi Birdoğan yaydırıb. Birdoğan o siyahını özü tərtib edib anonimli yaydırıbdır. Bir hara baxırıq oradasan sən. Kim olmalıdır canım? Zaten kim ola bilər ki? Sizə ev yığışdıran lazımdır. Yox canım, sizə lazımdırsa oruçluqdur, boşluqdur, gəlib yığışdıra bilərik. Pul zat istəmirəm. Yox canım, yox, yığışdıran lazımdır. Yazı baxın, Atatam, sizə ev yığışdıran lazımdır. Bizim ev kirlənmir ay canım. Mən özüm oruçluqdur, ayın 14-nə qədər boşluqdur. Lazımdırsa konuma gəlin bir yerdə yığışdır. Tural bəy, bax, Afət məktəbi görüb, Tural 045 yazdığı cümlələr də Afət məktəbinin cümlələridir. Sağ olun, dərsinizdən 5-siz, sizə 5. Eşq olsun. Sən də Moskvaya gələnmirsən, nə olsun? Duxun çatır, dur gəl. Duxulu qızsansa. Gələnmirəm də. Mənə bura lazımdır, mənə denq lazımdır. Bocalanda gələcəm ora. Çünki işim burada daha canım. Qatı açılmayan sözlər afətlə, düz bəli. Mametlə aran hansı Mamet? YouTube Mamet yoxsa həyat yoldaşım? Həyat yoldaşımdan söhbət gedirsə, sənin mənim həyat yoldaşım var. Nə işim var? Çox sağ olun Tural bəy, çox sağ olun. Sağ olun Tete, mən də sizi çox sevirəm. Gözəl papağınız var, sağ olun Cahan. Ona tanınmışsa, tanısın da Əli kimdir ki? Əlin məhkəməyə veriləndə biləcəkdir. Əli nə ixtiyarla bu fake xəbəri yayır. Kər kim olur olsun, istəyirsən Əli olmur, Pirvəli olsun. Kim olur olsun, belə laf dədəm oğlu qardaşım olsun. Xəbəri yayıb 10 nəfərlə məhkəməyə verəcək. Bir il reklamın bir gətirən, hər yerdə biz olacaq. Afət və onun məktəbi, 10 nəfər müğənni, məhkəmə. Bir vəkilimə də yoğun bildirim. Vəkilimiz də hazırdır. Dəyərli insan, gözəl insan, necəsiz? Biz bir 10 nəfər müğənni xəbər dezinformasiya yayılıb ki, güya bizi efirə buraxmırlar. Xahiş edirik bununla bağlı birinci günü məsləhət verin. Mülkü verək, yoxsa xüsusi tam, yoxsa elə hər iki qaydada. Bununla bağlı bir danışardıq. Dostlar, yəni ki, sizin müğənniniz